Evin abadan olsun qardaş. Mənə buyurulub ki, Şeyx Nizami Gəncəvi İlyas ibn Yusifi görüm və səcdə qılım ona. Buyur səcdə qıl, mənəm Nizami. Dərbənd hakimi Əmir Daranın naibiyəm mən. Müqəddəs dəsti xəttinlə yazılmış gözəl qəzəlin müqabilində əmirim bu kənizi töhfə göndərib sənə. Mütəşəkkirəm, ömrü uzun olsun əmirin. Amma mənə kəniz gərək deyil. Qaytar apar onu. Bu qıfşaq qızına naməhrəm əli toxunmayıb. Ya şeyx, sənə layiq olmasaydı əmirim göndərməzdi onu. Sözümü dedim. Kəniz gərəyim deyil. Qaytarma məni sahibim. Bu yolu qurtuluş diləyi ilə gəlmişəm. Rəhmsiz olma. Qorxma, çirkin deyiləm. Əsirlikdə örtüblər üzümü. Abbağdır adım. Sən afaqdi. Savadım var. Sənin divanını oxumuşam. Qəzəllərində ürəyini görmüşəm. Niqabımı açsan da, açmasan da qulluğunda duracağam son nəfəsimə qədər. Ruhu gözəl olanın zahiri də gözəl olmalıdır hökmən. Azadlıq bəxş elədim sənə. Çərxi fələk eşq adında bir mihrabın dövrəsində dövran edir. Kürre-i ərz eşq adında bir mayanın sayəsində cövlan edir. Kamil insan bir kimsəyə boyun əyməz, fəqət o da eşq quludur. Çünki şahı ürəyidir. O şah isə ancaq eşq ilə uludur. Əgər eşqdən xali olsa tez quruyar, köksüz qalan ağac kimi. Yanar, qovrular, heç tüstüsü də çıxmaz, odsuz yanan qaxac kimi. Atəşpərəs yer də oda sitayişlə torpağa döşəli qalır. Bəs hikmət nədədir ki, alçalmayıb göydə